Tamam. Belə bir sual. Görəsən bu əvəzliyi mübtəda vəzifəsində işləməyəndə də onda vergül qoyula bilərmi? Əvvəlcə yığcam da olsa, bu əvəzliyində vergül işarəsi haqqında danışar. Bilir ki, bu əvəzliyi cümlədə mübtəda vəzifəsində işlənərkən ondan sonra isim, sifət, say, zərf və an ən şəkilçisi, dığı dili şəkilçisi, fiili sifət gələndə vergül qoyulur. Bir də deyirəm, ondan sonra mübtəda vəzifəsində işlənəndə ondan sonra isim, sifət, say, zərf və fiili sifət, dığı dili şəkilçisi. Yığcam şəkildə bu sxema baxar. Bu əvəzliyi şəkilçi qəbul etmədən cümlədə ya təyin olur, mübtəda olur, ya təyin olur. Təyin olanda onda heç zaman vergül işarəsi qoyulmaz. Mübtəda vəzifəsində olanda isə artıq ondan sonra işlənən sözə baxmaq lazım. Əgər ondan sonra isim, sifət, say, zərf və ən dırdır şəkilçisi, fiili sifətlər gəlirsə vergül qoyulur. Bu aydındır. Sual olur. Görəsən, mübtəda vəzifəsində işlənməyən bu da vergül ola bilərmi? Belə bir cümlə baxaq. O kəndə çatanda yağış yağmağa başladı. Yağmağa başladı xəbər. Nə yağmağa başladı? Yağış. Mübtəda xəbər. O burada mübtəda vəzifəsində deyil. Lakin əgər vergül qoyulmasa, o başqa bir başa düşür. O kəndə çatanda yağış yağmağa başladı. Ona görə də mübtəda olmasa da cümlənin quruluşu, fikrin daha dəqiq çatdırılması üçün burada vergülün qoyulması zəruridir. Halbuki bu fiili bağlama tərkibidir və cümlədə zərfi vəzifəsindədir. Baxaq, o dərsə hazırlaşmadığından atam məni danladı. Danladı xəbər. Kim danladı? Atam. Mübtəda xəbər. Nə üçün? Nə səbəbə danladı? O dərsə hazırlaşmadığından. Hazırlaşmadığı üçün. Bu da zərfdir. Dığı dili fiili sifətdir. Bu fiili bağlamadır. Yenə də fikrin tam çatması üçün burada vergülə ehtiyac var. O tapşırığı yazıb qurtarana kimi zəng vurulacaq. Vurulacaq xəbər. Nə vurulacaq? Zəng. Nə vaxt o tapşırığı yazıb qurtarana kimi fiili sifətdir, üstə gəlmişsin qoşmadır. Məsafə qoşmalar. İndi qurtarana kimi də onlar qurtarana dəş, qurtarana can və s. ola bilər. Vergül qoyulmadır. Əgər vergül qoyulmasa, onda burada o təyin edici məqamda çıxışıdır. O otağı təmizləyərkən mən də oradaydım. Oradaydım xəbər. Kim? Mən mübtəda. Nə vaxt oradaydım? O otağı təmizləyərkən, yoxsa o otağı təmizləyərkən. Deməli, buradan belə nəticə çıxır ki, fiili bağlama, ancaq hansı fiili bağlama tərkibləri ola bilər. Fiili bağlama tərkibində işlənən bu əvəzi, şəxs bilən bu əvəzi, cümlədə mübtəda olmasa da, fikir dolaşığından qaçmaq üçün, fikri daha dəqiq çatdırmaq naminə, burada vergülün qoyulması məncə düzgündür. Bu ən çox hansı hallar olur? Bu ən çox olur anda şəkilçisi, aşina şəkilçisi, bəzən dığı dili fiili sifət, üstə gəlsin qoşmaq, bir də olur ən üstə gəlsin məsafə qoşmaları. Qalanlarında mənim o qədər də alınmır. Bu hallarda, ən çox bu hallarda, yəni bu şəkilçilər vasitəsilə düzələn fiili bağlamalarda əgər bu əvəzi şəxs anlayışı bildirirsə və cümlədə dolaşığı yaranırsa,
belə halda verginin qoyulması mənə nə gəlir? Münasibdir. Deməli, öyrəndik ki, bu əvəzli təkcə müxtəlif vəzifəsində işlənəndə yox, bəzən feili bağlama tərkibində şəxs anlayışı bildirərsən, ondan sonra da verginin qoyulması daha münasib olar. Bu fikrin daha düz, dəqiq anlaşılmasına yardım göstərər.